Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Yeni bir videoyla karşınızdayız. Bu videoda hamını ilgilendiren kondisionerin düşmanlarından danışacağız. Hürmetli izleyicilerimiz, biz bəzi vaxtı bəzi məsələləri müxtəlif dərslərimizdə qaldırırıq və bu dərslərimizdə bu şeylərin edilməsinin nə qədər məqsədə uyğun və yaxud məqsədə uyğun olmadığını dəfələrlə anladırıq. Amma bütün bunlara baxmayaraq yenə də eşidirik ki, filan yerdə vakuumsuz işləyirlər, filan yerdə kondisioner qurularkən heç bir vakuumlama əməliyyatı aparılmır və s. və ilaxır. Bu səbəbdən biz yenidən bu mövzuya qayıtmağı uyğun bildik. Məsələ burasındadır ki, vakuum aparatının çox ucuz olmasına baxmayaraq, nədənsə hələ də ustalarımız bu aparatı almaqda çətinlik çəkirlər. Bugün sizə bir kondisionerin quraşdırılarkən olacaq düşmənlərindən həm düşmənlərini göstərəcək, həm də bu düşmənlərdən xilas yolunu göstərəcək. Bu düşmənlərin ilki kondisionerin sisteminə düşən havadır. Məlum məsələdir ki, kondisioner istehsal olunarkən orada çox dərin vakuumlarla çöl hissə vakuumlanır və bundan sonra onun içərisinə zavodun məlumat kitabçasında, yəni məlumat lövhəsində olduğu qədər freon doldurulur. Və bundan sonra yəni kondisioner qutularına qoyulub satışa çıxarılır. Eyni zamanda qeyd edək ki, iç hissədə inert qaz, azot qazı vurulur ki, yəni içərisində heç bir oksidləşmə hadisəsi olmasın. Və biz bu kondisioneri qurarkən çox usta sadəcə olaraq bir qədər demək ki, Schrader klapanını basaraq orada olan havanı bir 5 saniyə çıxartdıqdan sonra elə bilir ki, artıq sistemin içində heç bir hava qalmamışdır. Əslində bu belə deyildir. Hava, yəni qaz difuziya olunan maddələr içərisində ən çox güclü difuziya olunan qazdır. Bundan sonra mayelər, bundan sonra isə metallar gəlir. Yəni siz freonu sistemə buraxarkən o freon həmin hava ilə qarışır. Və siz fikirləşməyin ki, o hava oradan çıxır. Bəs bunun başqa bir yolu varmı? Bunun başqa yolu əlbəttə ki, vakuum nasosunun istifadə olunmasıdır. Yaxşı, vakuum nasosu yalnız havanı mı çıxarır? Yəni, havadan başqa neyi çıxara bilir o? Vakuum nasosu sistemdə olan həm havanı çıxarır və hava çıxarkən orada əgər su varsa, nəm varsa, onlar daha aşağı temperaturda qaynayaraq, buxarlanaraq sistemi tərk edir. Dolayısıyla vakuum nasosu əslində havanı çıxarır. Amma hava çıxarılarkən orada suyun qaynama temperaturu həddindən aşağı düşdüyünə görə orada suyun intensiv buxarlanması hadisəsi baş verir. Qeyd etmək istəyirik ki, su hətta 0,1 dərəcə Selsidə, yəni suyun triple point of water, yəni suyun üçlü nöqtəsi adlanan yəni yerdə belə, temperaturda belə su buxarlanır və qaynayır. Bu səbəbdən hətta siz qış vaxtı kondisioner quraşdıranda belə siz o vakuumu taxsanız, bəli, bir qədər gec buxarlanacaq, amma istənilən halda buxarlanacaq. Deməli, vakuumla biz artıq iki problemi həll etmişik. Birinci problem sistemdə olan və kondensasiya olunmayan havanı oradan uzaqlaşdırırıq. Qeyd etmək istəyirik ki, bizim nəfəs aldığımız bu havanın tərkibində 78% azot, 20,9% oksigen, təxminən 1%-ə yaxın argon və qalan qazlar var. Və bu qazların içində demək olar ki, heç birisi kondensasiya olunmur. Yəni siz bu havanı 1 trilyon atmosfer təzyiqi ilə sıxsanız da o maye halına çevrilməyəcək. Bu nə deməkdir? Bu o deməkdir ki, sistemin içində o hava daimi dövr eləyəcək və kompresorun həddindən aşınmasına və soyutmanın çox zəifləməsinə səbəb olacaq və belə hadisələr olanda biz demək manometr qoşduqda manometrin əqrəbinin tez-tez tərpəndiyini görürük. Bu artıq sistemdə olan havaya işarədir, hörmətli izləyicilərimiz.
Əgər kondisioner hissəsində freondan başqa heç bir maddə yoxdursa, o zaman bir müddət sonra soyutma rejimində təxminən 10 dəqiqə sonra artıq əqrəb yerində dayanır və heç yerə dəbərmir. Deməli, biz vakuumlama ilə həmin kondensasiya olunmayan havanı oradan çıxardıq və suyu da çıxartdıq. Bəs bundan sonraki düşmənlər nədir? Bundan sonraki düşmən sistemdə olacaq turşuluqdur. Bəs turşuluq hardan əmələ gəlir? Bayaq qeyd etdik ki, biz vakuumlamayanda sistemin içərisində hava və su qalır. Həmin su, indi ekranınızda da görürsünüz, yağ ilə birləşdiyi təqdirdə orada turşu əmələ gəlir. Sizin bildiyiniz turşu. Yəni, biz indi çoxumuzun eşitdiyi sulfat turşusu, klorid turşusu və s. buna bənzər bir turşu. Amma üzvü turşu. Üzvü turşu da mütləq surətdə kondisionerin içərisində təxribat törədir. Yəni, onu xarab eləməyə başlayır. Bəli, ola bilər ki, siz deyə bilərsiniz ki, ay usta, mən filan vaxtda kondisioner qoymuşam, 3 ildə işləyir. Bəli, ola bilir. Biz demədik ki, bu təxribat həmən olur. Biz onun sözü demədik. Əgər kondisionerin ömrü 20 il olacaq isə, siz onu vakuumlamadığınıza görə bəlkə də onun ömrü olacaq 3 il, 5 il və s. Çünki onun ömrü uzanması üçün mütləq surətdə bu dediyimiz şeylər hamısı edilməlidir. Bu bizim borcumuzdur. Turşunun aradan qaldırılması üsulu nədir? Yenə də vakuumlama. Deməli, bir vakuum cihazı ilə biz 3 düşməni sistemdən uzaqlaşdırdıq. Hava, su və bunlar olduğu təqdirdə sistemdə olacaq üzvü turşu. Dördüncü düşməni misin oksididir. Məlum məsələdir ki, kondisionerlərin boruları zavod şəraitində qaynaq edilərkən orada azotdan istifadə olunur. Biz bu studiyamızda azotla edilən qaynağın nə qədər effektiv olduğunu göstərmişdir. Və azotla edilən qaynaq zamanı borunun içərisində heç bir oksidləşmə hadisəsi olmadığına görə borunun içərisində qıpqırmızı qalır. Yəni, misin içərisində heç bir reaksiyaya girmədiyinə görə içi təmiz qalır. Adını çəkməyəcəyimiz və VRV, VRF sistemini quraşdıran ustalarımızın biri bizim dərsimizdə iştirak edən şagirdinin yanında gəlmişdi. Və həmin vaxtda biz şagirdinə məhz kondisionerin quraşdırılarkən azotdan istifadə edilməsi barəsində olan dərsimizi keçəndə bizim bu deməli qardaşımız biz deyir, yəni azotla etmirik. Yəni təsəvvürünüzə gətirin, 32'li turba, 32'li boru, mis boru qaynaq edilir. 32'li boru həddindən artıq böyük olduğuna görə, diametr böyük olduğuna görə, material qalın olduğuna görə siz onu deməli qaynaq edərkən bəlkə də 1 metr sağa, 1 metr sola olan yerlərin hamısı misin oksidi ilə, yəni qara rəngində kül ilə örtülmüş olur iç hissədə. Və bütün bu hissələr, əgər azotla edilməzsə təbii, bütün bu hissələr sonralıqca kondisioner işə düşdükdən sonra kompresorun içərisinə daxil olur və bundan sonra bir daha o kondisioner sistemi heç vaxt normal işləməyəcək. 1 il, 2 il test sezonu kompresorları yanacaq. Biz bu qardaşdan soruşanda ki, əzaba siz azotu niyə etmirsiniz? Deyir ki, bizə pulu az verirlər. Qardaşım, bir balonun qiyməti 30 manatdır, 40 manatdır bir dəfə doldurulması. Bu işin qaydası, yəni sistemin azot ilə qaynaq edilməsidir. Yəni azot turbanın borunun içərisindən buraxıldığı təqdirdə orada oksidləşmə əmələ gəlmir, sistem tərtəmiz qalır. Deməli, bizim dördüncü düşmənimizin sistemə girməsinin qarşısını almaq üçün azotdan istifadə edirik. Bizim bu dostumuzun dediği fikrə baxın. Deyir ki, daha doğrusu dostumuz deyil idi, yəni kollegamızın dediği fikrə baxın. Deyir ki, biz deyir kondisionerin deyir axırda içərisində azot vuracaq və azotu vurduqdan sonra birdən-birə onu buraxanda onun içindəki bütün toz torpaq sistemi tərk edəcək. Ne yaxşı bir üsul imiş. Çok güzel bir üsul imiş. Qeyd etmək istəyirik ki,
Bu tamamilə yanlış, heç bir şey əsaslanmayan bir fikirdir, hörmətli izləyicilərimiz. Siz əgər azotsuz sistemi qaynaq etmişsinizsə, onun oradan çıxması faktiki olaraq mümkün deyil. Biz dərsi uzatmamaq üçün o prosedurları deməyəcəyik sizə. Filtrlər qoyulmalı, qaz vurulmalı, günlərlə deməli işləyəndən sonra həmin filtrlər çıxardılmalı, qaz yığılmalı. Bu o qədər bir çətin prosesdir ki, bunu heç kim etməyəcək. Və yalandan deməyək ki, yəni o azot külü, daha misin külü oradan çıxacaq. Qeyd etmək istəyirik ki, bu misin külünü, yəni ekranda bayaq göstərdiyimiz misin külü əgər hidrogenlə birləşsə yenidən təmiz mis əmələ gəlir. Təsəvvürünüzə gətirir. Yəni bu mis oksid sistemdə olmamalı. Və quraşdırılma zamanı bizim düşmənlərimizin biri də ağzı açıq olan borulardır. Nə deməkdir ağzı açıq olan borular? Biz bilirik ki, biz boruları alarkən hər birinin ağzında tıxacları olur və bu tıxaclar da onun üçün qoyulub ki, sistemin içərisinə toz girməsin. Və bütün ustalar, demək olar ki, normal bütün ustalar hər dəfə işi görüb qutarandan sonra borunun ağzını skoç ilə bağlayırlar ki, yəni sistemin içərisinə heç bir toz girməsin. Bəs yaxşı, ola bilərmi ki, biz bilmədən yadımızdan çıxsın, həqiqətən də toz girsin sistem üçün? Əlbəttə ki, ola bilir. Ola bilər ki, zavoddan gələndə borular boşaldılarkən profkanın biri düşsün. Amma əgər biz bu borunu almışıqsa, bu borunu o formada, yəni içərisində toz ola-ola sistemə qoya bilmərik. Bunun üçün çox gözəl bir parçadan istifadə edirik, çox yumşaq bir parçadan istifadə edirik və bu parçanı xüsusi məftil ilə deməli borunun içərisindən bir tərəfindən keçirdib digər tərəfindən çıxarırıq. Və bundan sonra azot ilə onu bir daha oradan kənarlaşdırır və bununla da problem həll olmuş olur. Hörmətli izləyicilərimiz, bir başqa dərsimizdə biz kondisionerin artıq işə salandan sonra olan düşmənlərindən danışacağıq. Amma bugünkü dərsimiz konkret olaraq alınmış kondisioner quraşdırılarkən edilən bu 5 düşməndən oldu. Əlbəttə ki, kondisionerin düşmənləri çoxdur. Amma o düşmənlərin sizinlə bir əlaqəsi yoxdur. Əgər kondisionerin yiyəsi, əgər kondisioneri yuduzdurmursa, deyək ki, gərginlik aşağıdırsa, əgər kondisionerin filtrləri heç vaxt təmizlənmirsə, bunun sizinlə bir ilgisi yoxdur, sizinlə bir əlaqəsi yoxdur. Əlbəttə ki, siz bunları kondisioner quraşdırarkən əlbəttə izah edirsiniz. Yəni müştəriyə ki, 2 həftədən bir kondisionerin filtrləri təmizlənməlidir, 2 ildən bir kondisionerin iç hissəsi çölsə yuyulmalıdır və s. Amma bütün bunlar artıq müştərinin öhdəsindədir. Sizin öhdənizdə olan dediyimiz bu 5 düşməni sistemin içinə buraxmamalıdır. Hörmətli izləyicilərimiz, bildiyiniz kimi bu dərslər konkret olaraq Allah rızası sizə kömək etmək üçün hazırlanmış. Qeyd etmək istəyirik ki, əgər kimsə fikirləşirsə ki, Yusuf müəllim bu videolardan pul qazanır, bu tamamilə yanlışdır. Bizim demək, ən çox baxılan 3 il ərzində ən çox baxılan kondisioner necə soyudur videosunu bugün mən məlumat üçün sizə demək üçün baxdıq və orada 3 il ərzində 3 dollar 30 sent gəldiyini gördük. Yəni, hörmətli izləyicilər, bu konkret olaraq sizə yardım üçün hazırlanmışdır. Və bizim burada məqsədimiz bu qədər vaxtımızı itirmək, yalnız sizə kömək məqsədi ilədir. Əgər hər hansı bir insanın mənimlə razılaşmadığı bir yeri varsa, çox böyük məmnuniyyətlə mən ona cavab verməyə hazıram və indiyə qədər nə qədər cavab vermişiksə bunu davam edəcək. Ha vaxta qədər bizim bu ağzımızdan nəfəsimiz gedib gəlir, ha vaxta qədər biz həyatdayıq. Azərbaycan xalqı bizim gözümüz üstündə yeri var və biz onun ustalarına kömək etməyə hazırıq. Amma önəmli olan mənim kömək etməyimdən də başqa sizin o köməyi qəbul etməyinizdir. Bizim ustalardan biri demək, tanışımız, tanımadığım bir ustanın yanında bir neçə gün işləmiş və o adam sistemi heç vaxt vakuumlamamış. Bizim bu dostumuz ondan soruşanda deyir ki, mən 10 ildir işləyirəm, sən mənə nə öyrədirsən? Hörmətli izləyicilərimiz, bir ustanın vakuumu yoxdursa, vakuum nasosu, vakuum pompası yoxdursa, o usta sayılmaz.
təkrar etməyimə lüzum yoxdur. Yəni bir kondisyoner ustasını soyutma ilə məşğul olan ustanın əgər vakuum nasossu yoxdursa, o bu işlə məşğul olmamalıdır. Lütfən bir-birimizə zərər verməyin. Mən Yusuf müəllim, kondisionerlərin təmiri kitabının müəllifi. Əgər bu kitabı əldə etmək istəyirsinizsə, həmən WhatsApp-la bizə müraciət edin, nömrəmiz orada var və biz dərhal sizə kitabımızı göndərəcəyik. Bizi axıra qədər izlədiyinizə görə sizə təşəkkür edirəm. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.